Əməkdar artist Elnarə Abdullayeva oğlundan danışıb. Müğənni qonaqcanlı proqramında övladının qız seçiminə qarışmadığını bildirib. O qeyd edib ki, oğlu ailə quracağı xanımı özü seçməlidir. Oğluma niyə qız tapıram ki? Özünün gözü və ağlı var. Neçə ildir yaşayır, oxutmuşam, universitet bitirib. Ağıllı oğlandı, gedib özü tapsın. Mən sadəcə ailəsi ilə maraqlana bilərəm ki, yaxşıdır və ya necədir. Necə oğul böyütmüşəm ki, hələ qız tapa bilmir? Elə şey olar. Qızı Xədicənin bir vaxtlar sosial şəbəkədə blogerlik etməsi məsələsinə toxunan Elnarə Abdullayeva buna etiraz etdiyini bildirib. Bloger olunca oxuyan olardı da, səsi var amma lazım deyil. Onun nə blogerliyi, nə də müğənniliyi lazımdır. Gedib oturub evində xanımlığını etsin. Biz nizamda olmalıyıq. Hər şey olmaz axı. Qeyd edək ki, Elnarə Abdullayevanın bir qız, bir oğul övladı var. İfaçının qızı Xədicə ailə qurub.